Luigi Paciello, Napoli azarkeşidəsində hazırda Bakıdadır və bizimlə canlı bağlantıdadır. Good morning, Luigi. Good morning, everyone. Thanks for the invitation. Can I say Gigi, yeah? Your name? Yeah, it's my nickname. Yeah. Nickname, əli, Gigi də qısa olaraq Gigi də adlandırırlar. Luigi'ni beləliklə ilk sualım elə Bakıya gəlişi ilə bağlı olacaq. Luigi, my first question about your visit to our city. When you come here, and you come here for Sumgayit Karabakh game, yeah? Football match. Yeah, I came on Saturday and I will stay 10 days and I will go to the game. You will stay 10 days in Baku, yeah? Yes. Wow, that's a long time. And you're planning, after 2 days, going to Sumgayit, Yes. yeah? And to watch the Sumgayit Karabakh game. Yes. Əlbəttə tamaşaçılar 10 günlük müddətinə Bakıya gəlib Luigi və 2 gündən sonra may ayının 22-sində Mehdi Hüseynzadə adına Respublika stadionunda keçiriləcək Sumgayit Qarabağ maçını gedib canlı izləyəcək və Azərbaycan Premyer Liqasının oyunu və xüsusilə də Qarabağın görüşünü izləmək istəyir. Luigi, I have really one interesting question. You know, after 2 days, have another game in Tovuz. You know about it? Yes. With Turan Tovuz and Sabah. Sabah is our new champion, you know? Yeah, I know them. Yes. Yeah. Do you want watch that game? I will watch it from the home, of course. And I know Sabah. They are a club with a big project. And I have also seen last year when they won the cup. And they are full of Azerbaijani good players, like, for example, Aliyev. And they have a very strong player like Malouda, which is French. And he's the son of a great player. Əziz tamaşaçılar, Luigi Sabahla bağlı da kifayət qədər məlumatlıdır. Qeyd edir ki, Sabahı da izləyirəm, onların ilk çempionluğudur və kifayət qədər güclü futbolçular var. Maludanın adını çəkdi və Xəyal Əliyevin adını çəkdi ki, yerli futbolçulardan Xəyal Əliyev də kifayət qədər potensiallıdır. Və növbəti sualım elə Avrokuboklarda iştirak edəcək klublarla bağlı olacaq. Which, you know, for next season, our 4 clubs will play in European Cups. For example, Sabah will play in Champions League. And your favorite club, Karabakh, will play in Europe League. What do you think about it? What do you think about chance of Karabakh in Europe League? In Europa League, they have good chances at least of reaching the eliminatory stage. At least quarterfinals would be good, but I hope they can go even better. Because the club is strong and for sure they will invest in some players for the results. All right, thank you. Əziz tamaşaçılar, Luigi bildirdi ki, yəni Qarabağın Avropa Liqasında şanslarını kifayət qədər yüksək görür. İnanır ki, Qarabağ məsələn seçmə mərhələdən keçə biləcək və əsas liqa mübarizəsinə qoşula biləcək.